Məndən İmam Hüseynə döyüşçü çıxmaz. Mən qızlarına səqqa olum, su gətirim, balalarına xidmət edeyim. Bu arzu ilə getdi. Daxil oldu su qabları yığılan yerə. Deyirlər, uşaqlar hamısı ora yığılmışdı. Bilirsiniz niyə? Nəmliyi qalmışdı torpaqda. Susuzluqdan üzlərini ora yapışdırırdılar. Deyir, girdi, gördü. Qızlar hamısı ona baxır ki, olmaya əmim də gedir meydana. Ən çətin şey də Əbəlfəz üçün onlarla vidalaşmaq. Bir yerdə görmüşsünüz Əbəlfəz vidası, yoxdur belə bir şey. Çünki vidalaşmaqdan qorxurdu, uşaqların ürəyi partlayar, o mənzərəni görmək istəmir. Ona görə deyir, daxil oldu, dedi ki, su qablarını götürdü, dedi ki, gedim tez su gətirim, gəlirəm. Bu şəkildə çıxdı. Yəni döyüşə gedən kimi yox, ölümə gedən kimi yox.